Hamıya salam. Bugünləri İtaliyada pişik kafesi var. Ora gedəcəyik, ora hazırlanacağım. Burada heç yerdə demək olar ki, pişik yoxdur. Yəni bir dəfə pişik görmüşəm. O da yəni mən şokdaydım az qala. İt belə, yəni hamısının sahibləri var. Yəni sahibsiz heyvan çöldə yoxdur. Masallı kremi vuracağım. İndi üzüm ekstra nəmli görünür. Bilmirəm kamerada necə görünür, amma ekstra nəmlidir. Və bu yaxında Parisə gedəndə gəlirsə, başıma gələni danışım. Hələ bu makyaj eləyə-eləyə söhbət getsin deyə. Hər şey okey idi. Mən ora getdim. Podruqam orada var, mənim özü orada oxuyur. Onun evində qalacaqdım. Qaldım, hər şey okey. Axırıncı günü, gedən günü mən dedim ki, evdən tez çıxacağam, gedəcəm. Burada Fransaya gəlmişəm, buranın isti şokoladını içəcəm, bla bla bla. Getdim, biraz bir iki dənə dükana baxdım. Yerim də çox yox idi. 10 kilo bagajla getmişdim. Ama bir iki tane şey aldım ve ondan sonra gittim de isti şokoladımı içim, her şey yaxşıdır, oturmuşam, zakaz elədim falan. Ve zakaz eləyəndən sonra mən başa düşdüm ki, düşündüyüm aeroporta mən getməli deyiləm. Mən tamamilə fərqli bir aeroporta getməliyəm. Mən elə bildim ki, mənim gedəcəyim aeroport 15 kilometr uzaqlıqdadır. Orada mən avtobusla, metro ilə rahat şəkildə gedə biləcəydim. Amma sən demə ki, mənim gedəcəyim aeroport 70 kilometr uzaqdaymış və İtaliyada, Fransada yəni taksi deyilən bir şey ekstra bahadır. Məsələn, mənim olduğum yerdən ora nə qədər göstərir? 200 evroya yaxın göstərirdi də. Yəni 360-370 manata göstərirdi. Bir dənə yəni taksi ilə ora gedəcəm deyə. Ona görə taksi deyilən bir şansın orada sənin yoxdur. Təyyarəyə giriş bağlanırdı. 15:40-dan bağlanırdı belə nəsə. 15:35-dəmi belə bir şeydi. Və mən oturanda 12:05, 12:10. Mən açdım kartı, baxım ki, bu təyyarəyə mən necə gedə bilərəm yəni o təyyarəyə. Yazmışdı ki, yəni 2 saat 40 dəqiqə, 2 saat 45 dəqiqə falan yol göstərirdi. Yəni o 2 saat 45 dəqiqə yazırsa, yəni indi orada avtobus gecikə bilər. Özdə yəni 3-4 dənə transport dəyişə o qədər yazırdı. Mən dəli oldum. O mənə gələn o isti şokoladı və onun yanında gələn yemək belə şirini mən yəni 3-4 dəqiqə yedim ya yemədim də, yəni o qədər tez yedim ki, elə qaça-qaçla durdum ki, oradan mən elə qaçdım, elə şota elə ödədim də, yəni ki, tez gətirən ödəyim qaçım. 2 dənə avtobus, bir dənə metro və ondan sonra getdim, qaça-qaç və gəldim, çatdım. Təqribi 1 saat 20 dəqiqə falan vaxtım qalmışdı ki, mən gedim təyyarəyə və ora sadəcə o təyyarəyə ya taksi ilə gələcəksən 100 evro verib, 150 evro, 100 evroya da orada dayanmışlar yəni taksistlər ya da və bu arada mən danışıram 2 saat yaxın yol getdim, yəni çatdım avtobuslar olan yerə. Bir gördüm ki, orada bir dənə sıra var. Mən avtobus biletini də almışdım, o da 16 evro idi, neçə idi. 16 evroya o bilet almışam və dayanmışam gedim. Nə qədər adam dayanır? 200-300 nəfər. Və sənin aldığın saata görə deyil. Nə qədər sırada dayanmısansa ona görə gedirsən, yəni sıraya uyğun. Və o da çox pis bir şeydir. Çünki mənim vaxtında mən aldığım vaxta mən gedə bilmədim. Ondan sonra və mənim qabağımda olan insan gördü ki, mən belə stressdəyəm və şeyəm. Mənə dedi ki, bəs sizin uçuş nə vaxtda? Mən də göstərdim. Dedi ki, sən çatmayacaqsan. Öyle elədim. Vəbşə dəli olurdum. Getdikcə daha da dəli olurdum. Çünki yəni yox qalacaqdım Parisdə də. Və təzədən qayıtmaq filan podruqamın evinə yaxşı elə mənim qaydası yerim var idi. Amma yenə də artıq təşvişdəydim çünki istəmirdim qaçırmaq uçuşumu. Sağ olsun mənə icazə verdi. Mən keçdim qabağa. Ondan sonraki bəzi adamlar da mənə icazə verdilər 1-2 nəfər keçməyə qabağa. Mən oturdum avtobusa. Avtobusun da getdiyi yol pullu yoldur. Ona görə belə taksistlər bəlkə də elə baha aparırdılar. Ora ancaq pullu yol idi və 40 dəqiqəlik təqribi yol idi. Oradan da getdim, çatdım 10 dəqiqəm falan qalıb da, yəni. Getdim başqa terminala girdim. Oradan da vaxt 15-15 oldu. Falan qaça-qaç. Dedim izləyəcək tez məni şey elədilər. Oradan da yoxlanış falan. Orada sonra getdim çatdım 3 dəqiqə falan 4 dəqiqəyə gate bağlanır. Mənim hələ sumkamı yoxlayırlar. Ondan qabaqda mənə nə qədər adam icazə verdi. Dedim ki, sizin uçuşunuz yəni yaxın deyilsə icazə verin mən keçim. Sağ olsunlar icazə verdilər. Mən keçdim və getdim o təyyarəyə oturdum. Sadəcə dəhşət. O yaşadığım stres yəni anlatıla bilməzdi yəni. Bu da ikinci sloy. Bu makyajım belə oldu. Bence bu kombin oraya için değil.
top okeydir. Üstdən nəsə başqa bir şey atmalıyam. Düşünürəm ki. Bunu ütüləyib giyinəcəm. Belə bir şey tapdım. Hazır.